1974 yılda Şıxale Qurbanov adına Azerbaycan Dövlət Musiqili Komediya Teatrının tamaşalarında yarattığı obrazlar üçün Respublikanın xalq artisti Nəsibə Cahangir qızı Zeynalovaya Respublika Dövlət mükafatı verilsin. Xalqımızın böyük gülüş ustası, sizi fəxri ad almanız münasibətilə ürəkdən təbrik edirik. Belə yaxşıdır. Suat belə gel. Nəsibə xanımı Respublikamızın neftçiləri adından təbrik edir, sosialist əməyi qəhrəmanı Zəki Şükürov. Beri gel dayına, niye yanmışsın hele? Nene, koy profesörle qohum olun. Bu kendin cemaatine turp ettireceğim, dur. Bir ele gör o çöpçü sehnenin başına ne oyun açacağım? Yaxşı, bu boksodaki paltarlar Mirvari xama layıqdır mı? Sen ne danışırsan? Neyin var senin dayına? Nene, bu paltarlar Mirvari xanım giyib. Meclise çıksa, toz kuşuna oxşayar ya oxşamaz. Vallahi o başın hakkı. Bütün cahılların tamağı düşecek. Ağzını suya xal. Söz danışdın da. Deyirəm ben de olacaklar dayına. Digər. Nene, utanır ama. Buyur. Neden utanırsa ne? Ged elə bir birinci dəfədir evlənir. Beşini alıp boşayıp sen, təzədən utanmaya başlayıpsan. Nene, qaynatamın zəhmi çox ağırdır ha. Zəhmi ağırdır, zəhmi ağırdır. Kişi seni görmək istir. Daha buna nə zəhm, bəri gəl. Sen benimle dimdik diye dövüşme. Çık! Firdi besti. Ay yoldaş firdi besti. O da profesör. Diyeni öde yoktu. Ay profesör. Salam. Aleykümselam. 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 Hoş geldiniz. Buyurun, buyurun içeri, buyurun. Baha gözləyirmiş ha. Digəl hadi, digəl, səndən digəl. Buyurun. Hoş gelmişsiniz. Hoş gün olsun. Buyurun. Oturun. Zəhmət etmə, yerə girsən oturarım. Buyurun, buyurun bura. Buyurun. Hoş gelmişsiniz, buyurun, Hoş gün buyurun. olsun. Sizin hakkınızda ben çok eşitmişim yoldaş koşul. Dedim bir balaca sohbet edeceğim. Buyurun oturun, buyurun. Ya Allah! O dədeler demişken, Ben. deyir ağıllı fikirləşincən, dəli vurdu çayı keçdi. İndi o söhbəti sonra da eləyəsiniz. Deyirəm yoldaş fildi bestir, gelsin kızı yandır kalmış. Parmağına üzük takım kurtarsın geçsin. Siz ne barədə danışırsınız? Özünün kızına demişsiniz ki. Yoldaş fildi bestir, kızın nişanlısıdır dayına. Necə? Bəli. Kızımın nişanlısıdır. Kişi önce oldu başım hakkı. Yoldaş fildi bestir, ben de ta koca arvadım. Bugün sabah belki Allah eləməmiş, kulaklara qurğusun. Başımı yere koyup öldüm. Ölecek. Kiri. Görürəm maşallah, senin kızın Meryem,
Mırvarı. Mırvarı, araba süren, Eli bilen süren. öyle bilen süren de olsa dağı usta aşıran kızdı. Bak o kızıldan kıymetli başın hakkı. Tezemiz tökülüp kalıp ortalıkta, Ne danışırsan abi? özüm bilirəm ki, Siz ne danışırsınız? deyirəm tezemiz tökülüp kalıp ortalıkta, onu divarlara yapan lazımdı ya yok. Bu heyet bacanı silip süpüren lazımdı ya yok. Ben de kocarmadan evin işini yetirebilmirəm ama gelsin otursun öz evinden, ehiyle muayet olsun. Allah verenle yesin, tanrısına tepi yapmasın. Şu mal kime eri, bezehlice evi. Ta ne derdi var, sifetteki darılka gibi. Az arba dalan kalıp kenarda sen uçana kaçana macal vermirsen. Az koymazsan kaynatamla dertleşen, yolda pırafsın. Sen bunun sözüne fikir verme, bu Allah'ın kanmazıdır. Yürü! Yoldaş koşun, ameyle böyle rehber etme Ben yoldaş. sübut ederim, kanmaz o. Sen ki, mənə qanmaz deyirsən. Kanmazsan. Hep beri bir görme. Seni görüm sütün tutsak yolasın. Mənəm qanmaz. Ay hüdü besin. Azərbaycanda teatr sənətinin banilərindən biri, görkəmli komediya ustası Cahangir Zeynalov, Nəsibə xanımın atası. İnqilabdan əvvəl Azərbaycan səhnəsində aktrisa yox idi. Cahangir Zeynalovu bu məsələ çox düşündürürdü. Onda heç kəsin ağlına da gəlməzdi ki, Cahangirin yeganə qızı olan Nəsibə xanım atasının gözəl xəyallarını həyata keçirəcəkdir. Mən görkəmli rejissor və pedaqoq Məhrəm Haşimovun və Aleksandr Sanjtuganovun rəhbərliyi altında aktyorluq fakültəsini bitirmişəm. O ana qədər Azərbaycan Dövlət Filarmoniyasında, estradada çalışmışam. Məktəbi bitirəndən sonra, yəni 1938-ci ildən öz taleyimi Musiqili Komediya Teatrına bağlamışam. Teatrda işlərkən müasir komediyalardan, klassik operettalardan çalışmışam ki, dolğun obrazlar yaradam. Gülüş naminə, gülüş xətrinə oynamamışam. Çalışmışam, gülüşü tamaşaçının öz ixtiyarına verəm. Xəlqilik, realizm mənim əmalım olmur. Mən Musiqili Komediya Teatrında yaratdığım obrazlar, əlbəttə onlar mənim hamısı öyladımdır. Onları bir məhəbbət ilə sevirəm. Məsəl üçün onlardan Cahan xala, Məşribatda Sənəm, 50 yaşında cavanda Mələk xanım, 5 manatlıq gəlində Səlvi, Gözün aydında Nargilə, Ulduzda Züleyxa, Özümüz bilərikdə Şölə xanım, Qızıl axtaranlarda Rəxşəndə, Keto və Kotedə Kabato, Şirin arzularda Alma xanım, bu obrazları mən sevə-sevər yaratmışam. Ev bizim, sir bizim komediyasında Nəsibə Zeynalovanın ifa etdiyi Əsmət, xarakter etibarilə meşcan və tüfeylidir. Aktrisa obrazın açılması üçün kifayət qədər maraqlı və mənalı boyalar tapmışdır. Məmə, günahdan sonra işim düz gəlir. Şad xəbər. Əsmə, heç bilirsən Nizami Gəncəvi nədir? Allah rəhmət eləsin. Deyirlər Aymə, canlara deyən oğlan olub. İskəndər Zülqərney canüstü olanda deyibdir. Ne deyib Aymə? Dünyanı baş-başa gəzmişəm özüm, ancaq bu dünyadan doymuyur gözüm. Hayat ondan. Fikir verirsəm Aymə, İskəndər rəhmətlik öz tamakkarlığını necə boynuna alır? Şimdi bir de uzağa nöş gedir seni. O deyip bizim komşumuz Serdar o. Ne oldu? Trenleri yok, süreyminler. İclasda xoruzunu veriblər koltuğuna. Eceb ediblər, eceb ediblər. Əksi, 3 baş ailə, 6 tane otaq, 2 tane maşın, 2 tane qulluqçu. Bazara da maşınla gedir.
Dünyadır de. Mehmet, bu kız gelip çıkmadı ya. Ben yaman... Gelsin gelen var aymen kapını, sen ki bunu. Arız ne oldu? He? Ne olacak? Leyla düştü, 13 numarayı şehir mektebine. Arız özünden danış. Fatma var ha, Evet. o da düştüsün gayet. Arız özünden danış. Eli, o eli. Evet, evet. Nene balaca eli, düştü biz onu ya. Arız biz ona kroklu yedik ki. Sen özünden danış. Ben düştüm masallıya. Masa sıra ne? Mas hazır yok. Masallı. Masallı benim uzaktı. Bu da buradadır da. Mehmet, sen danışma. Lap raketle 3 dakika olsun. Benim kızım. 19 yıl zahmet çek. Boya başa kız getir. Hindi gönder masalının düzüne. Yok ya. Gitmeyeceksin. Gitmeyeceğim. Kalacaksın. Gitmeyeceğim. Ağlama. Anadolu'nun başına ben hararayım hala. Derdime tak bir çare ben hararayım hala. Ahına Gel bir tedbir töker. kurbanım Koy bir tedbir töker. kendime. Sen harara yol hara. Sen harara yol hara. Naz ile nimet ile ben seni büyütmüşem. Koymarız ömrü geçer dert ile mühnet ile. Sen harara yol hara. Ben hararayım hala. Derdime tak bir çare ahınalım. Anahım Dinlemesin. nene Can nene. derdin Anan seni büyütmüş, güzel hayat kursun o. Büyüklerle otursun, büyüklerle dursun o. Sen haram rayın haram. Ben hararayım hala. Derdime tak bir çare ahınalım. Gel bir tedbir töker, Kurbanım koy bir tedbir töker. derdime. Ya sen benim canım ya. Ağız buraya gel. Ağız bu 3 saat Yunus'tan çıkmışsan hardasan. Zaksa gitmek az işte. Ne? Ablam düz deyir də. İnstitutdan çıxıb Zaksa gedir. Yaxşı, uzak, hoş gelmişsin. Sonra Zaksa gelen tek biz değildik ki. o çile diyormuştu. Ha. Derse yok çile diyor. Derse yok çile diyor. Derse yok çile Aslan diyor. eşitdi. Bilirsən Ayna, bizdən qabaq 2 oğlan, 2 qız yapmışdı. Bir de ki 2 dənə qoca, arvadla kişi. Nerede şu ulanın üstünüyse ulan hoş gelmiş. Ne bileyim, Ayna, Ayna, o sizin heyetimizde bir arvad yaşıydı. Hansı aylar? Şöyle yapan değil elbet Hadice'nin. Yok, adı neydi onun? Yorgan sinem çakami değil sen. Yok, o belə də var idi bir. Yapalan. Xanım. Xanım, o da Zaksa'ydı, bizi gördü. Hanım bildi, Vesfaki bildi. Meme, benim 2 tane elim var. 2 tane ağız tutarım. Pilendi koşulsun bana. Biraz Zaks sazını bir oxuyum. Mene gör. Mene gör. Yox, mənə ver, mən oxuyum. Yaxşı olsa benim çıkarım yoktu da. Vətəndaş İdrak Bayramov. Bayram kimdir? Atasının adıdır da. Bir düşür atasının adını. Dayan görüm ay Əsmər. Meme meslebe geç. Dayan, hə. Evlənmə qeyd ediləndən sonra Hə. oğlan Nəcibli, arvad da Nəcibli familiyası götürmüşdür. Ne ya? Nöşün ağı? He? Haber ağam senden begim sen... Memeğin can vurmayacağım, dedim vurmayacağım. Ağı, senin gül kimi familyon var. Adam eşlanda tükleri biz olur. Aslanlı. Bu nedir Necipli familyasını getirmişsen ağız he? Neyini? Bu da familyadır. Neyim? Başım yerindeydi be ya. Ne soruşurdular, ne deyirdiler? Deyirdim baş üstə. Bəli. Ağız adama çok söyleyerler. Ne söyleyeceksin bak işte. Ağız, ağız, Etmiştim toy eyleyip kız götürüp
Nəsibə Zeynalova kənd zəhmətkeşlərinin tez-tez görüşünə gedir. O, Kürdəmirlilərin qonağı olmuşdur. Aktrisanın növbəti səfəri Füzuli rayonundadır. 2 dəfə sosialist əməyi qəhrəmanı Şamama Həsənovanın kolxozuna. Pambıqçılarımız 6 qızın biri pəri tamaşasını istəyiblər. Bugünkü tamaşa kənd içində, açıq havada göstərilir. Nəsibə xanım bu əsərdə Cəhrə rolunda çıxış edir. Cəhrə kimdir? İndi görəcəksiniz. Cəhrə, arabada qızı naxış ilə şəhərdən qayıdan kolxoz sədrinin arvadı tamaşanı qarşılayır. Kızım naxış çamadanlar atar, mən də bu saat gəlirəm. Ay maşallah, ay maşallah. Hele bir de görək kızı həkimə göstərə bildin mi, göstərə bilmədin? Göstərdim. Göstərdin. Göstərdim. Yaxşı həkim nə deyir? Dedi uşağı olacaq mı, olmayacaq mı? Dedi, olacaq. Olsun, olsun. Yaxşıca ışığa saldı. Nəyi gözlərini? Qızı, Qanıram, qanıram. Keyfin istəyən dava dərman verdi. Hə. Dedim həkim başı, əlin yüngül olsun. Olsun, olsun. Nəvəm dünyaya gələn günü o fermadan sənə yağlı bir qoç verin, kəs kabab et. Yaxşı, həkim nə dedi? Dedi, o qoçu yemişəm. Yemişəm. Yaxşı, bəs demədi qızı olacaq ya oğlu? Oğlu! Qanıram dayına. Bu yay arvad oğlu! Qızdan ötürü bu qədər xət çəkərdi. Nə dərdinə qalır? Yaxşı deyirsən balam, gün oyun olsun balam. Yaxşı deyirsən balam, gün oyun olsun balam. Sənin evində toydu gün olsun. Sənin evində, ay gülüm, toydu gün olsun. Naxış xanımın bir oğlu olsun. Naxış xanımın bir oğlu olsun. Nəzir niyazı bir oğlu olsun. Nəzir niyazı, abalam bir oğlu olsun. Cəhrə xalam sıy balam, çıxdıqca çalsın balam. Cəhrə xalam sıy balam, çıxdıqca çalsın balam. Xırda toyunda durub oynasın. Xırda toyunda durub oynasın. Naxış xanımın bir oğlu olsun. Naxış xanımın bir oğlu olsun. Qurbanlığı da bir toğlu olsun. Qurbanlığı da amalan bir toğlu olsun. Az yoruldum az, gende dur az. Sağ ol ay Cəhrə Mən də sağ ol. xala, yaxşı yadıma düşdü. Nə? Bax, bayaq gəlirdim yolun kənarında, o adam kimdir belə göyə çıxıbdı. Hə, pəridir dayına. Kim? Çolaq Eyvazəlinin qızı. Qoy başıma xeyr, o niyə günün orta çağı elə hündürüyə çıxıbdı? Az, özü deyil ha. Hə. Palçıqdan hörüb qoyublar dayına. Hə. Hökumətimiz qanun çıxarıb. Hə. 2 kərəm ki qəhrəman oldun, Hə. heykəlini qoysunlar. Camal kişi də o qanunu yerinə getirir. Hə, Camal kişi özgələrindən ötürü canını verər. Verər. Bəs bu Feyruz bala hansı cəhənnəmdə qaldı bilmirəm. Harda olacaq az, harda? Hə. Keyfində damağında. Nə? O Feyruz baladan sənə bir söz desəm, Hə. başın haqqı nədir? Qan düşər, amma nə dil bilsin, nə dod. Yox, heç kəsə demərəm. Qoy De deyim. gəlsin. Bura bax Cəhrə arvad. De, qorxma, de. De görüm, hə. İnciyərsən. Yox, incimərəm, incimərəm. Bax, səhər tezdən Hə. sağ əlimdə vedrə, Hə. sol əlimdən də məsəlütün balağımdan tutmuşam ki, ehmallıca islanmasın dayına. Elə heygədən dayan görüm. Yaxşı huşumda qalmayı vedrə sağ əlimdəydi, yoxsa sol əlimdəydi. Andır görürsən, buradan bura yadımdan çıxdı. Nə yadımdan çıxdı, ay Cəhrə arvad? Yox, vedrə. Huşumda qalmayıb, sağ əlimdəydi, sol əlim.
Deyən sağ əlimdədir, hə, tapdım. Nəyi tapdın? Vedrəni, vedrə sağ əlimdə, sol əlimlə də məsəl üçün balağımdan tutmuşam ki, islanmasın. Ehmallıca gedirəm, denən hə. Onda gördüm ki, Pəri qız o bizim Doqqazın qənşərinə hayladı Firuz balanı. Pıça-pıç danışırlar. Güman var ki, Firuz bala o Pəriyə deyir ki, gəl barışaq. Güman var ki, Pəri də deyir ki, naxşı boşa gəlim sənə, başın haqqı. Firuz bala elə hey deyir ki, az gəl barışaq. Pəri də ki, Firuz bala bu sözləri deyəndə sən özün eşitdin? Nəyi eşitdim? Yəni Firuz bala bu sözləri deyəndə sən öz qulaqlarınla eşitdin? Yox, eşitməmişəm. Amma dodaqları dərbəşidir. Bir də mana baxı, elə döysə, bəs niyə bir yerdə danışırlar? Odla bambığın nal verir. Görürsən bir sən Allah, 3 aydır kətdən gedmişəm, aləm qarışıb bir-birinə. Sənsiz bu kəndin bir gün olmasın, at amaşa. Sən bu kəndin cəmaatın cüloğunu yığan. Camal kişiyə qalsa, Pəri qız onu bir gündə yıxıb, keçib oturar yerində. Deyir balkonluq istəmir, qaydır kəndə. Boy, kəndə niyə gəlir ki? Yel əsib qoz tökülür. Nə tökülüb deyirsən? Qoz! Hara tökülüb? Ayarvat yerə. Məsəl üçün deyirəm də. Məsəl üçün, hə. Elə döysə, onda qara qaluz kimi parıldayan maşını, o işini, sənətini qoyub, bu palçığın, batalığın içinə niyə gəlir? Yaxşı, o pəri olsun, mən də tamaşa. Görsün ona necə tamaşa qururam. Mənə bax tamaşa, mən səni tanıyıram, bilirsən nə var? Nə sən məni görmüşsən, nə mən səni görmüşəm. Nə mən sənə söz demişəm, nə də sən məndən söz eşitmişsən. Xəsiyyətimi bilirəm, qurtardıq. Ayarvat, indi sən özün bu sözləri mənə demirdin. Nə demişəm, mən xəbərçiyəm. Necə də qırmızı arvatsan sən. Qırmızı niyə ayıbdır sənin üçün? Day sənə heç sözüm yoxdur. Nə sözün olacaq, mənə bax, üzləşdirsən sözün altından lüb çıxacağım. Yaxşı, sənin də qulluğuna yetişər. Nə qayıracaqsan axı? Səni yanasan elə. Ay maşallah, derdin alım. Maşallah, çıraq kimi yanırsan, Xeyr olar. Xeyr olmamış nə olacaq, naxış derdin alım. Maşallah, necə kökəlmişsən? Deyirəm, Firuz balıya nə deyim? Sənin kimi gəlinin, sənin kimi gülün qədrini bilmir. Köpə döndərib səni. Oy, Cəhrə nənə, Firuz bala niyə mənim qədrimi bilmir? Bir qazıtlıq söz bilirəm, nə dərdimə qalıb, deyərəm acığım tutar. Sən Allah de, acığım tutmaz. Bu sənə qurban olum. Bilirsən, qoy deməyim, acığım tutar. Sən canım, vallahi incimərəm. Yaxşı, deyim də, ötən gecə başın haqqı, xoruzların 2-ci banı olardı. Onda gördüm ki, qulubda bir vur çatlasın, bir çal oynasın, bir yıxılıb durmam var, məsəl üçün toz göyə qalxır. Əyilib elə aquşqadan baxanda denən nə gördün? Nə gördün? Onu gördüm ki, yox. Deyən bilmirəm, aquşqadan baxırdım ya qapıdan baxırdım. Andır yadımdan çıxdı, görürsən. Ayarot, nə fərqi var? Qapı ya aquşqa, sözünü de. Yox, imanımı yandıra bilmərəm qoca arvadan. Yadıma düşdü, başın haqqı aquşqadan baxırdım. Onda gördüm ki, hərə bir cuvanəzəni alıb sinəsinə, məsəl üçün yerlərində dingildəşirlər. Sənin o Firuz balanda bir nərmə nəzik qızla bir atılıb düşür. Bir yıxılıb durub, gəl görəsən. Hərdən oğlan qızın qulağına bala deyir ki, ağacda alma xal olar, yerə düşər, xal olar. Oğlan öpər, qızlalı olar, qoy mən olum alma dərən. Qız nə dedi? Deyirəm dayına karıxdırma. Bu səfəri qız da altdan yuxarı deyir, ağacda alma xoş olar, yerə düşər, mey xoş olar. Oğlan öpər, qız xoş olar, qoy mən olum alma dərən. Bax, başın haqqı belə deyir. Cəhrə xala, özün eşitdin? Nəyi? Sözləri də? Yox, eşitməmişəm, imanımı yandıra bilmərəm. Amma dodaqları dərbəşirdi, bunu görmüşəm.
Bilmədin o qız kim idi? Yox, anıştıra bilmədim. Anıştıra bilmədim ki, qız kim idi. Başını soxmuşdu Firuz balanın qoltuğuna, sifətini görmədim. Amma yanmış, elə gözəl idi, elə gözəl idi, eyni Quba alması. Yox deyən yalan dedim, eyni səlyan almasına oxşayırdı. Bəs niyə abırlarını tökmədin? Hə, kim vurdu təpəmə? Dedim, hər ikisinin abırını bükümə təynə, özümü saxladım. Tandır yadımdan çıxdı, mən özümü saxladım, yoxsa cin vurdu təpəmdən, yoxsa mən cini vurdum, yadımda deyil. Yaxşı Firuz bala, göründü mən onun başına nə oyun Oy, atacağım. elə niyə axı? Sizə söz demək olmur, Başın haqqı bir qazıtlıq sözüm vardı. Anandan geri qalmazsan, mənə bax, nə sən məni görmüsən, nə də mən səni görmüşəm. Nə mən sənə söz demişəm, nə də sən məndən söz eşitmişsən. Nə dərdimə qalıb, kim kiminlə dingildəşir, kim kiminlə şüngüldəşir. Kim kiminlə savaşır, kim kiminlə barışıb. Nə dərdimə qalıb, üzdəsizdən altından çıxacağam. Ay arvad, Nədir? iyi deyil sənin üçün. Ayıb sənin nənə nədir? Uy, az, bəri dur az, naxış, bəri dur. Ola. Nəsibə xanım tez-tez kənd əməkçilərinin qonağı olur. O bu gün də bizim kənd zəhmətkeşlərini yad etmişdir. Nəsibə xanımın gəlişi bizi qəlbən sevindirir. Onun hər çıxışı cəmaatımızın sevincinə, şadlığına səbəb olur. Biz onun gözəl təbii çıxışlarından ilham alırıq. Bu böyük sənətkarla fəxr edirik. Onun gəlişi hər bir evimizə sevinç, fərəh gətirmişdir. Nəsibə xanım, biz sizə uzun ömür, can sağlığı, işimizdə yeni müvəffəqiyyətlər arzu edirik. Arzu edirik ki, gələcəkdə də öz gözəl oyunlarınızla tamaşaçılarınızı daimi sevindirəsiniz. Çox sağ olun. Bəli, insanlara xoş əhval bəxş etmək, sənətkar üçün bundan böyük səadət ola bilməz. Hörmətli tamaşaçılar, əziz dostlar, yoldaşlar, biz sizi bu gecə çox mənalı, məzmunlu, mübarək, xoş bir bayrama dəvət edəmişik. Bu bayram, bu şənlik, bu təntənə Azərbaycan teatr sənətinin təntənəsidir. Azərbaycan kino sənətinin təntənəsidir. Azərbaycan musiqisinin təntənəsidir. Bu bayram aktyor sənətinin təntənəsidir. Bu axşam aktyorluq sənətkarlığının çox yüksək zirvələrinə qalxmış xalqımızın əziz, doğma qızı Nəsibə Zeynalovanın təntənəli gecəsidir. Gəlin ona alqışlayaq! Onu tez-tez məhəlləmizdə görürəm. Yaxşı kişidir. Ürəyimə yatsın, öncə belə buğları xoşuma gəlmir, bir tərdir, biz. Fikri ciddi olsa bığlarını qıxdıracağım. Bəxsi, o da bulvardadır ki. Canəli! Canəli! Salam! Necəsiz? Deyirəm siz, necəsiz? Bəli. Bize buyurursunuz. Deyirəm ki, siz bize buyurursunuz. Etmə düşür çarıqlar. Siz bize buyurursunuz. Ne deyirəm ki? Deyirəm, ne deyirəm ki, gəlirsiniz, gəlin.
kime sabah. Buyurun böyle şey bizde. Çok sağ olun, buyurun. Buyurun oturun. Başta bu sağlıkta eyleşin. Buyurun. Yesen, futbolla çoktan maraqlanmışsın. Yok hani, hindi bile gelende yolda rast geldi aldım. Futbol aleminde təzə nə xəbərdir? Hiç bakmamışam ki. Evi bile yeni düşende bakılamdı. Yine keçdik arxa plana da. Bu ne sözdü komşulukta? Rahmetli yatam diyerdi ki, Allah rəhmət eylesin. ölenlerimiz beşlik. Xeyransa, yaxşı qonşu, 100 qohuma dəyər. Elədir. Mən üzr istəyirəm. Buyurun. Deməli, sizin adınız Xeyransı oldu, dedir. Bəli. Keçən vaxtın o yer üzmərim, bağa gelmişdik. Mescid-i yatdan çıxar, qalar eyvanda. O kimdir? Harda işləyir Xeyransı xanım? İşləmirik, pişiyimizi deyirəm, adıdır pişiyimizin də. Yatdan çıxar, qalar eyvanda. Gecə keçər, heyvancı gez görər ki, gec gəlmişik, qərib ziyər. Başlarım yoldamağa. Bəli, qonşu eşidə, nərdivanı qoyar, çıxar, eyvandan eyvana aparar, öyrər. Çaydan çörəkdən yedizdirər, içizdirər. Sonra salar vanlıya çevirdiler. Ondan sonra salar yanına yatırdılar. Şimdi bunu adam için hansı qohum edir? Elədir Xeyransı Hansı qonşu başqa şeydir. Elədir, elədir. Gözəl. Elədir. Siz de bizim yersiz qonşuluqda zat alırsınız. Bu aralarda alırsınız. Elədir. Siz de sevirsiniz. Bu bulvarı, bahçebağı, təbiəti... Elədir. Bəli, bilirsiniz, şəhərdə gözəl bağçalar çoxdur. Bəli, bəli. Ancaq bura bir nəfər adamın adıyla bağlıdır. Ona görə mənim daha çox xoşuma gəlir. Mən də təbiətin ölüsüyəm. Bu meydançanı xüsusi məhəbbətle sevirəm. Elədir. Özüm mən sevirəm də. Bilirsiniz Xeyransı xanım, Bəli. mən bura təzə-təzə qədəm basanda, buranın tamam çöllük idi. Yox. O binaları görürsünüzcə binaları. Bəli, bəli. Bəli, onların özlüyü yenizə qoyulurdu. O zaman mənim yaxın bir dostum, Mimarlıq Fakültəsinin son kursunda oxuyur. Allah rəhmət eləsin. Allah ölənlər üzü rəhmət eləsin. Elə orada meydanca salmaq da ilk dəfə onun əlinə gəldi. Bəli, Xeyransı xanım, layihə verdi, bəyəndilər. Həyata keçirməyi də elə onun özünə tapşırdılar. İndi hər bura gələndə onu xatırlayıram. Lap yaxşı eləyirsiniz. Gəlin də, bulvar da biletlə deyir ki... Elədir. Soruşmaq ayıb olmasın. Siz məni hardan tanıyırsınız? Xeyransı xanım, mən sizin rayonda yaşayıram. Doğrudan? Bəli. Lap yaxşı. Yaxşı, mənim sizə bir təklifim var. Siz harda işləyirsiniz? İşləmirəm mi? İşləmirəm ki. Ne təklif? Elə isə, əlbəttə, bu barədə gərək mən sizin evinizə adam göndərəydim. Ancaq düzü biraz çəkindim. Dedim bəlkə rədd etdiniz. Bilirsiniz, qapıya çox adam gələr. Adam hamıya hə deməz, hamıya da yox. Elədir, elədir. Bizim rayonda deyirsiniz olursunuz. Bəli. Yaxşı, kimdən soruşub öyrənmişsiniz məni? Evlər idarəsindən. Deyəsən bu da faza çıxır. Bilirsiniz, mən ciddi adamam. Bəli, bəli. Belə samballı adamam mən. Çoxları gəlib qapıya. Rədd etmişim. Demişəm, net günüdür. Xeyransı xanım, elə bu işdən ötürü? Ancaq Xeyransı xanım, ümid edirəm ki, mənim təklifimi rədd etməzsiniz. Fikirləşərəm. İndi məni bağışlayın Xeyransı xanım. Yox, getməyim. Bilirsiniz, işə getməliyəm. Mən sizdən üzr istəyirəm. Məni bağışlayın Xeyransı xanım. Gedirsiniz. Bəli, işdə olmalıyam mən. Üzr istəyirəm. Biz də kəndi getməyin. Çox sağ olun, əziyyət çəkməyin. Zəhmət çəkməyin. Xeyransı xanım razılıq versəydi, mən onu yeməkxanaya işə düzəldərdim. Güzel. Çox sağ olun, çox razıyam.
Gözümüz de Əlbəttə yedi. görüşəcəyik. Tez-tez gəlin. Çox sağ olun. Caneli. Dil getme aman dur. Sirrim sana beyandır. Gelişine men kurban. Yetişin ne yamandır ha Caneli, Caneli. Caneli, Caneli. Nəsibə xanım bəzən dənizin oynaq ləpələrini seyr etməkdən həzz alır. Belə anlarda o, xəyala dalır. Aktrisa öz-özünə hesabat verir. Mən nə eləmişəm? Sen beni yaratmışsın. Mənə həyat vermişsən. Məni əbədiləşdirmişsən. Məni xatirələrdə yaşatmışsan. Məni biabır eləmişsən. Sağ ol. Çox sağ ol. Nəsibə xanımın İncəsənət İnstitutu tələbələri ilə də maraqlı görüşləri olur. Belə görüşlərdə aktrisa onlara sənət həyatından maraqlı epizodlar danışır, oynadığı rollardan söhbətlər açır. Bugünkü söhbət məşğələ Nənəmin Şahlıq Quşu komediyasına həsr olunmuşdur. Tələbələrə baxacaq, sonra ayrı-ayrı obrazları təhlil edəcəklər. Gəlin, biz də onlara qoşulaq. Mən səni qarabaqara izləyib dalınca gəlmişəm. Axı sənə dedim ki, gəlmə, mən uşaq zat deyiləm ki. Səsini kes! Uşaq deyiləm, uşaq deyiləm. Uşaq deyilsən, amma səfiysən. Neyləmişəm yenə? Nazimin evində bir həftə gəlin qalmadın. Üstümüzə qayıtdın. İndi də başlamışsın. Cozik, mozik, cozik, mozik. Nazim aləmin biciydi, amma cəsarət başqa aləmdir. Öldürsəm ölər, qaldırsam qalar. Əlbəttə, ona görə ki, hələlik sənə ehtiyacı var. Ax, o hansı dərən avarasıdır. Atana görə rəis olub. Səhv edirsən, o məni dərəcəsinə sevir. Elə Nazim üçün də belə deyirdin. Bilmirəm it qızı, bu üstündəki ləkəni, bu cozikdir, mozikdir, onun əlləri ilə elə təmizləməlisən ki, heç ləkəsiz... Ay, içində yaxamı yana. Oy, mən səni xoşbaxt eləməsəm, bu dünyada bacıma nə cavab verərəm? Cəmilə xanım, xahiş edirəm bura, sən mənim cəmi əyləşin, nə hədsə deyəm. Buyurun bura. Səninlə bir süfrədə içki yapar. Cozik sənin üçün aid görmü? Anasız uşaqdır, aydan arı, sudan durur. Onu içirtmişsən. Cəmilə xanım, mən Naziyə qarşı elə bir ədəbsizlik eləməmişəm. Bir də mən onu sevirəm. Ah, sevirsən. Arasız, qanyaksız sevmək olmaz. And olsun, bax, nəyə istəyirsiniz? And içmə. And içmə. Yalın danışanlar həmiş and içər. Uşaq içitmişsən, içmişsən. Buraya gəl, iyniyəcəyim ağzını. Hayla. Uy! Uy! Nə oldu? Su! Su, gözüm su. Buyurun, buyurun, su. Xahiş edirəm. Hadi bu kanyak. Ha, suyumuz gəlmir. Cəhənnəmə gəlsin. Bəh, bəh, bəh. Hadi bu şampondur. Üstün düzəlt. Sağ ol. Gördünüz hiçbir şey olmuyor. Heç nə olmur, ben heç nə olmayıb ha. İkiniz de dəmsiniz. Sən də dəmsin. O da. Bəs mən nə üçün ayıq olmalıyım? Mən də dəm. Sən də dəm ol. Deməli... Şaban
Nəsibə xanım Azərbaycan Film Studiyasının istehsal etdiyi filmlərdə də bir sıra yadda qalan cazibəli obrazlar yaratmışdır. Ay bala! Adam dikbaş olmaz! Anga başçısı ne deyir kulak as! Böyük dayaqda telli. Atı minməkdə fikrin deyəsən, Sarıqamışa fermiyə getməkdir, hə? Elədir, zənnin sən azdırın. Aşırdan, qalk yəhərə, atı sür dalınca. İndiki partiya teşkilatçısı seçildim, gələ hər şeydən baxan olur. Ay Şirzad, qadam bu ürəyimə. Mən bu yetimçəmi görsən, gəl bir kəndə gəlsin. Ona vacib sözüm var. Molla Fətəlinin sərgüzəştində Gülsüm. Bismillah, bismillah. Ölmüştüm Akşi, ne oldu be gel? Seni yukarıda görmüştüm. Xeyli gel inşallah. Necə görmüsən Akşi? Necə görmüsən? İfrite sıfatında. Ne? Adam senin ağzı var. Məhəmməd! Ulduzda Can Züleyxa. Mehmet, can! Məhəmməd! Toyuq qızartmışam. Gəl gedək yeyək. Toyu, fermadandı. Boy, ne danışırsan? Yok yok, öz heyətimləndir. He, onda yerim. Gördüyünüz kimi Nəsibə xanım oynadığı rolları böyük ustalıqla bir-birindən fərqləndirir. Aktrisa Azərbaycan televiziyasının hazırladığı tamaşalarda da bir sıra əlvan obrazlar yaratmışdır. Nəsibə xanımın Dilbər televiziya tamaşasında yaratdığı Molla Gülbacı surəti, aktrisanın studiyada sevə-sevə yaratdığı cilalanmış obrazlardan biridir. Ay balalarımın gəlinlik halına gedeyim. Həbib Solmaz xanım, gezmedim meyiləm hamama. Balalarımın gəlinlik halına gedeyim inşallah. Ağı, görmüsən gəlmişə? Çorsa, əlimdən satıl boğçanı ala bilməzsə, bu çarşın başından getirə bilməzsə. Ana eve girdiğini görmedim. Neşin kördün? Kızıma neneni çarştı. Kızdırma eli seni çarştı, bu kitabı görmeyesene. Bu bismillah, bu kimdi ağa? Az bu kimdi burada gizleni? Hiçbir yana. Oğuz, hiç uyandı da ağa. De görüm sen kimdin ağa? Ben? He yok ben. Hala ben... Hala anın dağı. Ben geldim öğrenim ki Dilber yemekte be. He? Xeyr, daha Dilber kazaklarla bir yerde kitap okumayacak, defter yazmayacak. Çıkartırım gözlerimi ağız, ey! Geçip git. Az geçip git benim önümden dur. Ağız yürü çık git ağız. Ağız bunu da ağız. Bunu bir boyun pukununa bakın. Ağız bunun gözlerinden için yakır ki. Ağız senden bana gelin olmayacak, ey! Özü sözü bilmirsən. Nerede ki bu kitap bu? Ağa, vay benim, vay benim. Ağız bu ne içti ben içtim. Ağız nöşleyemezsen mal kimi gözlerimi dökülsün. Ağız görmürsen yıkılmışam. Serpip benim. Versin, az gel kuncumu tut. Bu ne işte ağız ben içtim. Vay 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 vay. Az hara ne olsun kollarımın üstüne ağız. Buluncumu tut da. Ağız nöş kıdık değilsem ben ya. Ağız buluncumu tut. Sol çınağımın altını. Yavaş yavaş. Yavaş yavaş. Ay bana. Ay sen. Oh ay. Oh ay. Oh ay. Yavaş, 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 yavaş. Orada var. Ağız, evin gelmeye çok orayı da hazırlamışsın. Orayı çoktan hazırdır. Ay sağ ol. Ama, Ne ama? He? ama paltarları sermemişim. Niçin? Çünkü kızdırmadan başım herlenir. Gözlerim yumulur. Ay senin gözlerin ilahiden yumulsun. Ay seni kızdırmak basına kız. Yok, senki oldu mənimle qoz oynama. Qoy bir nancı sərin gəlsin. Seninle bir öydə qalmaq haramdır, mümkün deyil. Fakat bu ne işti? Şimdi soruşacaksan ki, hərçə palazı çırpırsan, iyice yok. Yok anacığım. Qara ox. Çırpmamışam. Niçin? Ancaq ayaqda dura bilmirəm axı. Başım gicəllənir. Divarları tuta gəzirəm. Ay seni görüm elin divardan ayrılmasın. Ağız kızdırma ne de onun elinde mehter kalırsa sen. Benimle bir şey duvarda olsun. Tokunma beni, acığım gelir senden. Ağız el
onu istəyirsən ki ya? Ərin gələn kimi çuğulayım səni ona. Ağız o da şərpə-şörpə bırak qoltuğa, göndərər atoğun arabasına səni ki. Budur sənə deyirəm, dediklərimə qulaq asmısın, gözlərimi çıxardaram. Mən gəlincən, hərçə palazın hamısını çırparsan, teştin içində qalan paltarları bir-bir çıxart, suva çək, as. Ərin gəlmək üçün su qoy yine əlini yağını yumağa. Dediğim mərseyləri oxuyub hazırlamısan? Yox. Qarı ox, hanı mənim Quranım, hə? Ağız mən gedəcəyim sabahları mənə, bəqsi ağız mərseyləri öyrənmə, hanı? Ağız cumaqatan da. Ağız cumaqatan onun yeri dağız. Ay səni itirim oturum. Ay səni itirim oturum mən. Quran qanım olsun seni. Ağız qoyarsan yerine. Gəl. Hazırda bunları mən gəlmək üçün. Bekar oturma yine. Bekarçılık üzüp var seni. Hani benim çarşabım, hani? Sancı burada, mənə ezmə çarşabım. Gəlirəm, ay Kürküm xanım, gəlirəm. Mən gedirəm meçidə, toxunma mənə. Gedirəm meçidə. Mən gəlmək üçün dediklərimin hamısını eləyərsən. Eşidirsən ya yox, qulağında sırğı elə ginəm. Ev eşiği ağzındakı dilin kimi tərtəmiz elə, narız bir ginəm. Gəlirəm, Simitra, gəlirəm. Gəlirəm, mən getdim meçidə. Ciğerin yansın sen. Gel beni ötür yine pekanlardan düşüp yine. İteleme beni. İteleme ki ciğerin yansın senin eve. Geldim ağızda, gel ağız söyleme beni. Nəsibə xanım öz gözəl, düşündürücü oyunu ilə xalqımızın məhəbbətini qazanmışdır. Bəzən düşünürsən, görəsən bu xalq məhəbbətinin sirri nədədir? Mən bir tamaşaçı kimi bu sirrin əsl səbəbini Nəsibənin sənətindəki böyük sadəlikdə görürəm. Həm də bu sadəlikdə dərin məna, güclü təsir qüvvəsi vardır. O səhnəyə gəlişi ilə hamını əl almağı bacarır, tamaşanın ahənginə ciddi təsir göstərə bilir. Bu, əsl sənətkarlara xas olan xüsusiyyətdir. Deşirgəyiniz petviyələ, hamı gedir quş getirir, şəhqulu bayquş getirir, xəlqin gəniləri ev eşik ayında, yığışıq ayında, mənimki səhər gedir, axşam gəlir. Ne yırtığa yamaqdır, ne çoraba yumaq. Ay bibi! Hadi öldürdün beni ki, min kərəm sənə demişəm gələndə, öskür, gir şəri. Bibi xeyr ola, yenə keyfin köktü. Hadi, mənə həmişə keyfim köktü. Tək olsun bibi, heç bilirsən sənin üçün nə getmişəm? Xeyr olun, ne getmişsin? Zəncəfil. Benimdir lazım. Sarkı. Hadi, darçın lazım. Bibi, bu da darçın. Hadi. Bu əzva laf yerinə düşdü. Səhər cümə axşamda halva çalacaq. Bibi, deyəsən xeyr işin var, bilmək olar? Yox, ağzın yırtıqdır, sənə söz deyə bilmərəm. Bibi, sənə bir işim var. Xeyr olar. Mənə bir 50 manat. Nə? 50 manat? Aha. Bildim elə bu əzvalar mənə bax oturacaq. Hadi, pul dedin yadıma düşdü. Bu, birdir bu vaxtlardır. Yox, bundan 13 gün qabaq. Zilhiccə ayının 13-ündə sənə 500 manat əl borcu pul vermişdim. Onu qaytar, qabaqda xeyli işim var. Ay bibi, 50 manat nə olan şeydir? 50 manat? 5 dana palaz qulaq yüzlük bu sandıqdan çıxartmışlar. Bibi, taza pulla 50 manat edir. Mənim köynə pulum olur. Yox. Namxuda maşallah yüzlüklər cağcaq edir. Bibi, əlim aşağıdır, biraz gözür, nə olar? Belə cəhənnəm aşağıdır, qara gör aşağıdır. Sənin əlvin yuxarı vaxtı olub belə, hə? Pulları qaytar. And olsun, bu Allahın bildiyinə, rəhmətlik Məşəd Kazımın ruhuna, səni rüsvay cahan edəyərəm pulları qaytar. Bibi, Məşəd Kazım dedin yazıma düşdü. Məşəd Kazım dayını mən bu gecə yuxuda görmüşəm, bibi. Allah rəhmət eləsin, xeyirlicə gəlsin. Bibi, yuxuda gördüm, səndən yaman şikayət edirdi. Bizdən aparar məni yanına. Yo, bibi deyir ki, cənnət arvad, nə üçün cüm axşamlar mənə yasını oxuturmuş. Yalan deyir, adın əliyə and olsun yalan deyir. Deyinən, ay şümür oğlu şümür, ay səni görüm yoruba yor olasan. Sağlığında atama, anama, qonum qonşuya qeybət qırmaqdan doymadın ki, gedin məni Allahın yanında rüsvay eləmişsən. Ay üzvü görsün, bir dayan da. Keçən cümə axşarı, Molla Hüsniyə xanımla, Molla Çimnaz xanıma yasını oxutturmuşam. Əşi bir diyan gəlib çatsın sənə daha. Bibi, bir də Məşəd Kazım dayıdan pul istədim. Dedi, get cənnət bibindən al. Mənim pulum var, mənim üstümə gəlmişsən. Pulum
Oğlum tabii. Bibi kurban olun sana. Sen bibimizden. Bana 50 manat, ay bibi 50 manat pul düzen ne olar? Pul lazımdı bibi, kurban olun. Ay. İşin düşende bir gör ne yalvarırsa. Sabahları Allah eləməmiş, Allah eləməmiş. Kulaklara kurgusun. Şömöle, bir kim sulu vermesin Ya bana. bibi. Anlayırım seni. Bibi ne diyeceksin? Bibi, salım ölmüşsen. Allah eləməsin. Bak, bu da senin meydin Allah bibi. eləməsin, Allah eləməsin. Onda görersen ki ay bibi, bu kardeşin oğlu Ali. Canım. Ne kıyamet koparır, ay bibi, ay bibi. Bir tane yetim parası. Bebisi ölüp dededen yetim kalan elimi. Ay bibi, bana borç pul veren bibi. Evin cibinde olsun, ay bibisi. Zehrimar bibi, çor bibi, adam ben ölmüşüm. Erkemi salmışsan yere. Allah demesin bibi, bibi. Sen oğlun canı, sen o ayazın canı. Ayarmaz, bana bir 50 manat pul ver lazım bırak. Baktın ele onda getirdi ki. Eyaz gör üstünde. Sen de beni onun canına andın. Ha bibi, kurban olun. Açarım beni. Ana, Açarım ay beni. bibi, ben de açarım. Açarım. Bana bak, bu kadar çekiliyorum. Baş. Ya Allah! Bir, iki, üç, dört, beş. Ya Allah! Anne! Ya Allah! Adın 50'ye andolsun, hele 5 tane. ver. Yok, yani... Koy sayın, birden müşzumbu olarım seninle. Diyen gödek. Bir. Hadi ezme, vay, ezme bunu. Yap. İki. İki. Üç olarak. Yok, Üç. üç. Dört. Bu da beş. Ay bibi 4 tane Hadi olsun. 5 tane. Ya bibi var, biri kalır. Mına bak, ha, yapışı benim işi o. Ver bırak. Bibi, He. bir işimle düşüp sana. Hadi seni üz görseden dastarını da istəyirsən daha. Bibi, ben yaxşı bilirəm ki, sədaqət. Neyini sadakat? Bibi, Canlı yanım onu. sədaqət sən sözündən çıxmaz. Ölürəm onun dərdindən, onu al mənim için. Şəsədə, sen kimin derdinden ölmemişsin? Sen benim arvat saklayan getimsen, Allah rahmet eylesin Seyit hanımı, Seyit bibinin kızı, dili xərəbi. Ha. Hadi be, zəhrəni ne deyirsən? Gömüş kimi arvat. Bibi adın çəkmə. Gündə 4 kilo meyvə yiyir. Git, sen arvat saklayan yetim Ay gördün, bibi. git hoş geldin. Mən arvad saxlayan deyiləm. Onda qoy arvadlar məni saxlasın da. Bibi, bir də gid oğul dayısına oxşar, mən sənə oxşamışam. Mən neyləmişəm? Mən arvad saxlayan deyiləm. Bibi, sən də gəlin saxlayan. Barakallah, barakallah sənə. Ah, yorun çatlasın ay qardaş. Elə atadan belə oğul. Vay. Qərəz, görək bu taza gəldin ayağı necədir? Hüngürdü ya yox. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Həzrət Fatimənin zikrini eləyirəm. Allahümme səlli ala Muhammedin və ali Məhəmməd. La ilahe alemin derbadikün, ya emirel müminin derhadikün, müşkül-i müştadi bad-ı engür, mübarek bad-ı engür, ya Allah, ya Muhammed, ya Ali. Laf ya! Ağız sadakat! Kapının zengi ham adamın zengini oxşayır. Açma kapını, şot gücətmişəm, işıq pulu çox gəlib. Kapını açma, mən öydə yoxam. Qadalarım yanım səni. Cennet hala kömeğine kollarım kırıldı. Yavaş! Ya Allah! Ay kollarım kırıldı. İç kızı bilmirəm ne doldurup bura. Ana, ağzı burnunun əgilən atası Seyit. Tövbe dilime şiş bassın daha demərəm. Ama kollarım kırıldı. Mənə bax, Heh. şey şöyle budur bu. Onun ceyzini 12 yük maşını. Gece gündüz. Gece gündüz taşıya gene de kurtarmaz. Onu hırda ceyzin. Ay onu kırdımı da ceyceycine kurban olum ben. Amma cennet hala. Sen. Gelin ne gelin. Be.
sənə gəlin deyirəm, ha! Darayımdır telini, bağlayımdır belini, cənnət xala hazırlaş, gətirirəm dəlini, gəlini, gəlini. Bu ya Allah! Hadi! Burada da kurğuşun doldurun bunun içine. Deyirəm sənə ağıl Bu gelin deyirsən, bəs bu gelinin adı yoktu be gelemlerinden. Adı şeydir də, zat. Şirzat ne da be? Mən Şirzat dedim, Afət. Afət? Hə. Bu onun öz adıdır, yoksa kondarmodur. Əsli adıdır. Kondarma da adı olar. Olar. Eşitmiş. Aman bu de komşumuz Serdar'ın oğlu. Adı Firudin'dir, hediye deyirlər. Kızının derdi böylece kızından. Zinniyet hanımdır, zindurla deyirlər. Vallahi adam xəcalet çəkir belə adları eşləndə. Əksi, hani bizim analarımızın, bacılarımızın gül kimi artsanı. Ay sağ ol. Nene bak, bunun adı ne oldu dedi? Bunun adı Afət. Afət! Adın qalsın Afət! Yaxşıdır, dilime yatır. Afət! Kız değil, kıyamettir kıyamet! Cennet hala sevinsen, süt geline düşmüşsen. Ay maşallah! Elinin var devleti, bol cehizi serveti, sırtma vurun salcağı, bacandan kuyruk yağı. Ana kuşunu Ay çok hava cennet hala. Necabeti hem adı, özü imam evladı, sırtma vurun salcağı, bacandan kuyruk yağı. Bol cehizi serveti, beri vardı devleti, bol cehizi serveti. Ey maşallah! Cennet hala sevinsen, süt geline düşmüşsen, çıkmamın çalsağı, bacandan kuyruk yağı. Deli vardır devleti, bol cehizi serveti. Vardır devleti, çoktur serveti. Çoktur serveti, serveti, Mahir gülüş ustası Nəsibə Zeynalova Respublikadan çox uzaqlarda da sevilir. 1965-ci ildə Moskvada keçirilən baxış günlərində Nəsibə xanım paytaxt tamaşaçılarını heyran etmişdir. Mərkəzi mətbuat səhifələrində onun oynadığı Züleyxa, Sənəm və Rəxşəndə obrazları yüksək qiymətləndirilmişdir.
нашем музыкальном театре Насиба Зейналова это явление. Danışır Moskvalı teatrşünas Konstantin Sakpa. Не знаю, найдем ли мы в нашем музыкальном театре вторую актрису, обладающую комедийным дарованием такой силы, такого масштаба, такого своеобразия. Талант Насибы Зейналовой, талант огромный, яркий, сочный, многогранный. Насиба Зейналова – комедийная актриса, и поэтому ей часто приходится прибегать к средствам сатирической гиперболы. Отсюда Nəsibə xanım böyük istedad sahibidir. Bilmirəm, Sovet musiqili teatr səhnəsində ona bənzəyən, yaradıcılığı geniş əhatəli, zəngin boyalı ikinci bir sənətkar tapmaq olarmı? Nəsibə xanımın səhnə boyaları həmişə parlaq və təzə, təravətli və cazibəlidir. O komik aktrisadır. Aktrisanın özünə məxsus dəsti xətti və oyun tərzi vardır. Nəsibə xanımın sənətində həmişə real həyatın yüksək bədii ifadəsini görürük. Elə bil, səhnə birdən-birə yox olur. Tamaşaçılar real həyat hadisələrinin şahidi olurlar. O, öz ecazkar sənətini zəngin formalar vasitəsilə bizə təqdim edir. Nəsibə xanım, bədii sənətkarlığın ən yüksək pilləsində dayanıb. O, qəhrəmanlarının psixoloji aləmini məharətlə açır. Biz onun sənət möcüzəsinə valeh oluruq. Əlbəttə, belə bir sənət yalnız yüksək istedad sahibinə müyəssər ola bilər. Emin, qadan alım, mənə elə gəlir ki, elə yeri gəlmişkən Talih dirijorumuz da buradadır. İstəyirəm, mən fikrimi biraz aydınlaşdırım sizin üçün. Hər yeni əsərdə Nəsibə xanım tamaşaçıya təzə, hər tərəfli işlənmiş, əlvan obrazlar təqdim edir. Aktrisa cəfakeşdir, əməksevərdir. Rol üzərində yorulmaq bilmədən çalışmağı, dönə-dönə məşq etməyi bir növ vərdiş etmişdir. Bəzən müəlliflərlə yaradıcılıq mübahisələri də baş verir. Belə mübahisələr çox vaxt faydalı olur. Söhbət, Sabit Rəhmanın oğlu Eminlə birgə yazdıqları Hicran əsərindəki qızbacı obrazından gedir. Dirijor Talih Qəniyevdir. Bu əsər işləyəndə, o da mənə bunu tövsiyə eləmişdi ki, demək, bu şarja, groteska çox yol verməmək. Sonra musiqi parçalarını demək, bəstələyəndə libretto ilə birgə getmək, bir əlaqədə olmaq deyirdi mənə. Ümumiyyətlə, adam sevmirdi. Onun çox komediyaları gedib səhnədə. Sevmirdi. Grotesk olsun, şit-şit zarafatlar, şit-şit yumor, elə şeyləri sevmirdi. Mən də çalışıram indi. Bu nömrələri yazdıqca, xüsusən qız-bacı nömrələrini çox məmnuniyyətlə yazıram və çalışıram ki, biz deyən kimi çıxsın. Əlbəttə ki, o üçüncü pərdədəki Nəsibə xanım oxumalı da, onun musiqisi hazırdırmı? Hazırdır. Qulaq asalım. Dünən axşam tamamlamışam. Qulaq asalım. Nə yaxşı olardı, məmnuniyyətlə, məmnuniyyətlə. Şifon var, asmanı rəngində. Kripjorja, nə qulaq asa da sözlər... Başqa şey üçün axtarıram. Mən aşıqım, mənə bax, bəlkə qap pəncərə ki, pərdə istəyirsən. Yox, müllətlər sevdikcə dəqiqə. Mən aşıqım çənənə, bir cüt xal qoy çənənə. Yaxşı neylon köynək var, həm erkək... Saxlağı gidirsən. Saxlayan döyüləm. Yaxşı baş yaylıqları var, gülləri şapan. Qarabağ tərəfdə moddur, Ay bacı,
Ben hele bunun üstünde seni boşadım de. Ne boşadın? Güya veresen güne çıktın. Benim kimi güzel gökçek gelin, senin kimi fotoğrafa vuruldum. Qədrini bilmedin, az kalan benim... Az kalan benim özümü de satıp yemiştir. Matas kesen, seni kim alacak ay yazık? O da bir şeydi almıştım seni. Gitmiştim sana qədrini bilmedim. Bilmedim ata, bilmedim. Gerek ben senin için Qədir ağa Özün diyecektim. içine kersen. Yadımdan çıkır. Ne? Ben sana ne kadar pul harclamışım. Bana pul xərcləyənə bak. Göz de gelsene. Sen de olanda hoşbak dedim. Belki de keşen paltarlar git gel Ulan dedim. diyen. Ne iş tapşırmıştım sana? Adı getirmişim parça giysin. Onu demirəm. Kızı deyirəm, tapdın. He. Ne oldu? Adı Charleston. Biri Ne? senden kızdı. Kaymak gibi. Adı nöbet Lazım. od kamri. Lazım. Hani sen soğuca gözünü. Dünyasında da eli boş kaydan dön. Lazım değil. Bir dostunda var da. Parakot kimi arvattı. Tek başına çalır, oynayır, okuyur. Garmonti karşını salır boynuna. Zabursa yerden sonra. Liri 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 Ay liri baba liri sen liri beni liri. sağlasana. Ulan fırlan mı oynadın? Düşmüşsen ortaya geç almazsan. Li. Bestir de. Hadi ne şıkışkın sana de. Sevgilisi var. Hicranı seviyor. Ne? Hadi onun kimi ağır canap kişi. Öyle bir heyasız alsın ben razı olarak. Hayasız niye olur? Sanıyorum da demir yolunu süpüren hicran değil. Onu demirəm. Balaca kızdı be. Kanlı kız balaca. He, kabak adı Sona Hanım idi. Hindi adını değiştirmeydi. Hicran Hanım. Burasında da halı var. Biri seninle oğurup seni şefin. Ama onu böyle dinle tariflemeyi olmaz Aşıklar demişken. Lazım değil. Yok, Hicran Hanım için olmuş. Onu gerek sazla tarifleyesin, sazla. Biri seninle gelindi. Özü de yakşı yerde işliyor. Eli pulla oynuyor. Treniyor musun kan doktordu. Hicranı kim tanımır? Ne dükkanla bu yana, kanana kanan olur, sayan olur sayana. Kanan olur kanana, sayan olur sayana. Yerişim anam kimi, koy bu konu kaçına. Yerişim anam kimi, koy bu konu kaçına. 150 kilodur, bakanı tutup yana. 150 kilodur, bakanı tutup yana. Bağımda akşamaca, kaçalkalar su vurur. Nömresi Kamçatka'da, Taze Volgası durur. Bi, nömresi Kamçatka'da, Taze Volgası durur. Bi, Hicranı kim tanımır? Görmeli cemali, var. Hicranı kim tanımır? Görmeli cemali, var. Algılısı yanaklı, birim farklı halı, var. Algılısı yanaklı, birim farklı halı.
bəzən ev işləri ilə də məşğul olmağa vaxt çatmır. Məşqlər, tamaşalar, konsertlər, çəkilişlər, görüşlər. Buna görə vaxtdan çox səmərəli istifadə etmək lazım gəlir. Nəsibə xanımın gündəlik cədvəli həmişə qəti və dəqiq olur. Alo, kimdir? Oy, salam, salam. Necəsiz? Hər vaxtınız xeyir. Konserti deyirsiniz, elə şey yaddan çıxarmı? Əlbəttə, mütləq gələcəyəm. Saat neçədir bəyəm? Oy, bu dəqiqə gəlirəm, bu dəqiqə. Yaxşı, sağ olun, səlamət olun, görüşərək. Növbəti səfər neft daşlarınadır, dəniz fatihlərinin görüşünə. Sağ ol. Sağ ol. Sağ ol. Sağ olun, sevimli sənətkarımız, sizə yaxşı yol.